Salam, mən İnnovativ Təhsil Mərkəzinin İngilis dili müəllimi Ayda Marif. Sizlərlə bugün bəzi ingilis dili suallarının izahatına diqqət yetirəcəyik. Birinci sualımız söz önünə aid bir sualdır. Looking, axtarmaq söz önünü tapmalıyıq. Looking for, he was looking for his pen. O qələmini axtarırdı. İkinci sualımızda cümlənin mübtədasına uyğun bir xəbəri tapmalıyıq. Bilirik ki, everybody cümlənin xəbəri mütləq tək də olmalıdır. Everybody knows. Fe'lin sonundakı s onun təkliyini bildirir. Növbəti sualımızda müvafiq sözünü seçməliydik biz. Deməli, açar sözlərimizə diqqət edirik. Water sayılmayan isimdir. There is water in the glass. I'm afraid I can't give you. Qorxuram ki, sənə verə bilməyəcəm. Deməli, bu su məntiqi mənaya görə çox azdır ki, mən bundan sənə verə bilməyəcəm. Doğru bəndimiz A bəndidir. Hətta kifayət edə bilməyəcək dərəcədə azdır. Növbəti sualımız lazım olan bağlayıcını seçməliyik. She will go to Atlanta's museums. Çatan kimi, as soon as she arrives there. Növbəti sualımıza keçid edirik. Müvafiq söz önünü seçməliyik. Deməli, for a walk zamanlarla da bilirik ki, in the evening olmalıdır. Parents decided to take out the children for a walk in the evenings. Növbəti düzgün zaman formasını seçməliyik. Bu baxırıq cümləyə diqqət etsək, passive voice məchul növə aiddir. A lot of flowers cəmdə. In this garden every year. Hər il bu bağda çoxlu güllər əkilir. Kim tərəfindən əkildiyini bilmirik. Ona görə məchul növə uyğun şəkildə are planted yazırıq. Növbəti bir sualımızda clever sözünün biz sinonimini seçməliyik. Ağıllı, wise olaraq. Növbəti suala keçid edirik. Zərfin düzgün dərəcəsini tapırıq. Let's wait a little. Əgər cümlədə a little varsa, biz müqayisə dərəcəsini seçməliyik. Zərflə də longer. Let's wait a little longer. Gəlin, biraz da gözləyək. Növbəti sualımızda isə düzgün sözü seçməliyik. There are interesting things. Açar sözümüz cəmdə olan sözümüzdür. Demək, cəmlə article olmaz. So özündən sonra ismi qəbul etmir. Muchla cəm olmaz, little'la cəm olmaz. Deməli, many'dən sonra cəm isim uyğun olduğuna görə doğru bəndimiz A bəndidir. Növbəti suala keçid etdik. Müvafiq əvəzliyi tapmalıyıq. Əvəzliyimizdə Kitty she'dir. Ona görə she olaraq üstündə yazırıq, uyğunlaşdırırıq. Bob ona obyekt formasında işarə edirik. Him. She often asks him to help the children. Uşaqlar. Them. She often asks him to help them. Doğru bəndimiz Y bəndidir. Sifətin düzgün dərəcəsini tapmalıyıq burada. Artiklı olan halda və isim də sayılan isimdirsə, isim adi dərəcədə olmalıdır. We have a large yard. Bizim geniş həyətimiz var. Sizlərə izahatı təqdim etdik. İnnovativ Təhsil Mərkəzinin İngilis dili müəllimi Ayda Marif. Dərslərimizə qoşulmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın.